Hər kəs salam dostlar. Bu gün sizlərlə möhtəşəm bir proyektlə qarşınızdayam. Sizlərlə birlikdə bu proyektin tam tanıtımını edəcəyəm. Videoya keçməzdən öncə demək istəyirəm ki, bu video heç bir finansal məsləhət daşımır. Mən də finansal məsləhətçi deyiləm. Bu video sadəcə informasiya məqsədli çəkilən bir videodur. İndi keçək videoya. Bəli dostlar, Decodex saytının əsas ana ekranındayıq hal-hazırda. Ana ekranda bizi səmərəlilik dəyəri artır, zəncirvari maliyyənin yenidən təriflənməsi sözü qarşılayır, cümləsi qarşılayır daha doğrusu. Daha sonra keçirik alt hissəyə. Hal-hazırda burada lisenziyanın təsdiqlənməsini biz görürük. Burada isə özlərini tanıdırlar, belə deyək, özlərini tanıdırlar. Yazıblar ki, biz kimik? Decodex süni intellekt, kəmiyyət ticarəti və mərkəzləşdirilməmiş protokolları birləşdirərək maliyyənin gələcəyinə öncüllük edir. Komandamız hər biri 10 ildən çox canlı ticarət və sistem inkişafı təcrübəsi olan ən yaxşı birjalar, kvant fondları və blockchain protokolu inkişaf etdiricilərindən ibarətdir. Dostlar, bu özlərini necə tanıtdıqlarını mən sizə belə deyək təqdim etdim. Daha sonra lisenziyanın təsdiqlənməsi burada görmə və missiya olaraq iki yerə ayrılır. Görmə hamı üçün mərkəzləşdirilməmiş arbitraj, missiya isə imtiyazları kodla, qeyri-şəffaflığı isə şəffaflıqla əvəz edin şüarı ilə bizə göstərirlər. Decodex MEV mühərriki, səmərəliliyin dəyər yaratdığı yer. Ənənəvi maliyyədə qiymətlər birjalar və bazar qurucuları tərəfindən müəyyən edilir. Zəncirvari olaraq yüzlərlə DX və yaxud DX və likvidlik hovuzu sabit qiymət fərqlərinə səbəb olur. MEV maksimal çıxarıla bilən dəyər bu səmərəsizlikləri ələ keçirir, tarazlığı, sabitliyi və gəlirliliyi bərpa edir. Bəli dostlar, burada hal-hazırda siz bu veb saytın, yəni Decodex proyektinin əsas xüsusiyyətlərini görürsünüz. Əsas xüsusiyyətləri kimi bunları təqdim edirlər. Ağıllı algoritmlər, süni intellektlə idarə olunan gəlirli imkanların tanınması, 7/24 real vaxt monitorinqi, arbitraj və likvidasiya üçün davamlı Minpol skaneri. Yüksək sürətli icra, millisaniyə səviyyəli ticarət icrası, sürüşməni azalda bilən və qazancı maksimum dərəcədə artıra bilən bir funksiya. Təhlükəsizlik infrastrukturu, ön sıradan çıxmaların və uğursuzluqların qarşısını almaq üçün şəxsi Minpol marşrutlaşdırması və təkrarlama simulyasiyasından bəhs olunur. Texnologiyanın əsas məqamları kimi hal-hazırda altda gördüyünüz belə deyək, punktları işarə ediblər, punktları əlavə ediblər. Minpol simulyasiyası mühərriki, adaptiv süni intellekt strategiya mühərriki, blok səviyyəli gəlir optimallaşdırılması, çoxqatlı qoruma. Hal-hazırda siz texnologiyanın əsas məqamları, yəni Decodex veb-saytının texnologiyasının əsas məqamlarını sizə göstərdim. Dəstəklənən strategiyalar kimi Decodex MEV Engine geniş spektrli peşəkar strategiyaları dəstəkləyir. Altdakiləri görə bilərsiniz. Burada əsasən arbitraj, GIT likvidliyi, geri qaçış, GIT likviditliyindən elə bəhs edeyim sizə. GIT likviditliyi çıxış mənfəəti ilə dərhal LP iştirakı nəzərdə tuturlar. Geri qaçış dedikdə əvvəlki ticarət əməliyyatlarının qiymət təsirlərindən qazancı nəzərdə tuturlar. Ləğv, EIV, Compound, Venera və sairə fürsətləri ələ keçirmək mümkündür. Zaman hücumları, MEV boost və PBS xəracları, sandviç və front-running. Böyük əməliyyatları proqnozlaşdırın və hərəkət edin. Bəli dostlar, hal-hazırda biz burada performansına nəzər yetirə bilərik bu proyektin. Orta aylıq gəliri 15%, illik hədəf gəliri isə 180%-ə qədər qaldırmaq mümkündür. Şəffaflığı isə bütün performans qeydləri zəncirvari və yoxlanıla biləndir. Sabitlikdə isə ənənəvi investisiya alətlərindən xeyli daha ardıcıldır kimi bir şüar əlavə ediblər. Üstünlükləri isə aşağıdakılardır. Niyə Decodex
Codex fərqlidir. Çox zəncirli yerləşdirilmə BNB zənciri Solana və daha çoxu növbəti mərhələlərdə gələcək. Texnologiyaya əsaslanan səmərəli icra, sabit risklə nəzarət edilən gəlir, çox strateji mənfəət modeli, modul və ölçülən memarlıq, tam şəffaflıq, yoxlanılmış müqavilələr. Daha sonra biz aşağıda bu proyektin necə işlədiyini nəzərə yetirə bilərik. Birinci punkt olaraq D-Codex deyə appə təhlükəsiz şəkildə daxil olunub biz görürük. Bunun üçün Connect belə deyək, Connect punktunu sıxmaq lazımdır, klik etmək lazımdır. Daha sonra ikinci punktda isə MIV mühərrikini aktivləşdirin yazılıb. Bunun üçün vəsait qoymaq, avtomatlaşdırılmış strategiyalara başlamaq lazımdır. Bunun üçün isə Activate düyməsini sıxmaq, klik etmək lazımdır. Üçüncü punktda, yəni üçüncü sırada avtomatik MIV çıxarışı bizim gözümüzə çarpır. Bunun üçün mühərrik mempoolu skan edir. Yəni bu belə deyək, punkt mühərrik mempoolunu skan edir, millisaniyələrdə icra edir. Bunun üçün isə auto düyməsini sıxmaq, klik etmək lazımdır. Dördüncü punktda bizim mənfəətimizi, yəni öz xeyrimizi izləmək punktu qarşılayır. Bunun üçün track belə deyək, düyməsini sıxmaq lazımdır. Bu isə real vaxt rejimində nəticələri və pul çıxarışlarını izləmək kimi bir belə deyək ki, bir yol göstərir bizə. Daha sonra isə yol xəritəsi. Yol xəritəsində hal-hazırda biz ikinci mərhələdəyik. Bunun üçün də aşağıdakı belə deyək ki, bizim bilmək istədiyimiz mətnləri yerləşdiriblər, bilmək istədiyimiz məlumatları yerləşdiriblər. Maliyyələşdirmə təbəqəsi və modullaşdırma, icra kimi mədən təşviqlərini təmin edən yerli idarə etmə tokenini rəsmi olaraq DCX-ə buraxın. Satışa çıxarılan aktivlərə satış gəliri sertifikatları, qablaşdırma strategiyasının icrası hüquqları nəzərə yetirmək lazımdır. Şaxələndirilmiş maliyyə məhsullarını təqdim etmək üçün modullaşdırılmış aktiv seyflərini təqdim edin. DX-lər arası icra və yüksək tezlikli arbitraj tutumunu artırmaq üçün DX pluginlərini genişləndirin. Bəli dostlar, daha sonra burada bizi DX-ə qoşulun, indi qoşulun kliki, daha doğrusu indi qoşulun düyməsi qarşılayır. İndi qoşulmaq üçün bu düyməyə klik edə bilərsiniz. Süni intellektlə idarə olunan MIV icrası ilə hər blockchain fürsətini sabit mənfəətə çevirin kimi bir şüar da bura əlavə ediblər. Bəli dostlar, mən daha sonra sizə D-Codex-in bu pəncərəsini göstərmək istəyirdim. Gitbox-da olan bu pəncərəsini göstərmək istəyirdim. Burada isə bizi zəncirvari icranın gələcəyi qarşılayır. Qaranlıq meşəyə, belə İngiliscə desək, Black Forest-ə xoş gəlmisiniz. Başqaları bazarın hara gedəcəyini proqnozlaşdırmaqla məşğul olsa da, biz, yəni D-Codex sizin ora ilk çatmağınızı və daha böyük bir çanta ilə çatmağınızı təmin edir. D-Codex struktur bazar səmərəsizliyini təsdiqlənə bilən və davamlı gəlirliyə çevirmək üçün hazırlanmış ağıllı zəncirvari ticarət ekosistemidir. Biz trendlərə mərc etmirik, biz icraya üstünlük veririk. Hello everyone, this is a live demonstration of the Codex MEV bot. First, we click Select Wallet to connect our Solana wallet. After importing the private key or selecting a saved wallet, the connection is successful. Our initial capital displayed is approximately 8.35 SOL. Next, we need to identify a target for monitoring. We switch to an on-chain data platform to find a token with active trading volume and arbitrage potential. Once the target token is found, we copy its contract address. Back in the bot interface, we paste the address into the token mint address field and click the plus sign to add it for monitoring. After configuration, click Start MEV Bot on the top right. The log now shows starting execution. The bot is running and scanning the Solana mempool for real-time arbitrage opportunities. Now the bot is operating fully automatically. It monitors all unconfirmed transactions for this token. As soon as a large buy order is detected that meets our set profit threshold, it will immediately execute a sandwich attack. Look! The bot successfully captured an opportunity. The status shows execution confirmed.
In just a few seconds, the net profit for this single operation reached 0.1607 SOL. This clearly shows the attack sequence. The first transaction is our preemptive buy, front run. The middle is the victim's transaction, and the last is our high price sell, back run, earning the price difference. To verify the data's absolute authenticity, we click the transaction hash to jump to the Solscan Blockchain Explorer for verification. The on-chain data shows the transaction was confirmed successfully, and the profit has been deposited directly into our wallet. This proves the bot's efficiency and transparency. Verification complete. This is the fully automated MEV arbitrage process of the CODEX bot. Today's live demonstration perfectly showcased the Codex bot's ability for precise capture and high-efficiency execution on the Solana chain. We have witnessed how smart automation tools convert on-chain trading opportunities into actual profit. If you are interested in this automated, zero manual effort MEV trading method and would like to learn about Decodex, feel free to contact us for more information. Thank you for watching. Bəli dostlar, gördüyünüz kimi mən bu gün sizə Decodex proyektinin bacardığım qədər başa salmağa, bütün strukturlarını, belə deyək, bütün punktlarını sizə göstərməyə çalışdım. Əgər videomu bəyəndisə, like butonunu klik eləməyi, bəyənmədisə dislike butonunu klik eləməyi unutmayın. Həmçində yorum yazsaz mənim üçün çox maraqlı olar. Ümidvaram ki, bacardığım qədər bütün yorumlara nəzər yetirəcəyəm. Həmçində kanala abunə olmağı da unutmayın. Gələn videolarda görüşənədək sağ olun.